Qulu Xəlilov, Qulun yaman kişinədir. Hekayə. Maşın dərəni nərildəyə-nərildəyə çıxırdı. Yük ağır, yol yoxuş idi. Yağış və dağ seli yolun bəzi yerlərini yuyub aparmış, xırda yarğanlar açmışdı. Fermaçılar üçün un, çadır, odun, meyvə yeşikləri yüklənmiş 3 tonluq yoxuşu çətinliklə qalxırdı. Şoferlə kabinədə oturmuş Ümid kişi arabir dərə aşağı uzanan uçurumları süzür, vaxtı ilə adi atlının belə çıxa bilmədiyi bu yerləri indi maşınların su yol etməsi onun xəyalını uzaqlara qanadlandırır. Müxtəlif fikirlər oyadırdı. Baldır qanlı, şəlaləli, sıldırım qayalı dərələrin qoynunda maşın nöqtə kimi qaralır və gözdən itirdi. Nəhəng, ağ yalı andıran şəlalənin qıcıltısı hay-küyü dərələri ecazkar səsli musiqi ilə doldurmuşdu. Sanki böyük dağ silsiləsi bu simfoniyanın melodiyasından bihuş olmuşdu. Dağların saf, sərin havası kabinədən içəri dolur, Ümid kişinin bədənindən aranın istisini çıxarırdı. Bir qaz 69 və xüsusi markalı Volga siqnal verib yolu keçdilər. Ümid kişi Volganı arxadan süzüb astadan dedi: "Maşın deyil ha, bəzəkli gəlindir. Ölməsəm, birini də bu dağlarda mən süzdürəcəm." 67 yaşlı kişinin süzdürəcəm deməsi cavan şoferə ləzzət verdi. "Sənə nə var? Volgada süzdürərsən, lap vertolyot da." Ümid kişi dinmədi. Maşın isti suyun yoxuşunu qalxıb balaca yastanada dayandı. Düşdülər. Buradan isti suyun sanatoriyaları, müalicəxanaları, fəhlələrin 5 mərtəbəli yaşayış binaları, yataqxanaları, yeməkxanalar poçt aydın görünürdü. Dərənin xirtdəyində sərt yerdə salınmış bu yaraşıqlı şəhərcik dağın üstündən Ümid kişiyə bir anlıq yuxu kimi gəldi. 2-3 ilin içərisində buralar nə qədər dəyişmişdi. Artıq isti suyun yaylaqları görünürdü. Obalardan qalxan tüstü göyə millənirdi. İstirahət edənlər üçün ayrılmış yastanada alacıqlar lələk-lələyə vermişdi. Bir çox evlərdən antennalar uzalırdı, qapılarda xüsusi maşınları saymaq üçün xeyli vaxt lazım idi. Bazarda qeyri-adi canlanma və səs-küy vardı. Tərəkəmə cəmaatının çoxu atlardan allatmaq üçün nalbəndin başına toplaşmışdı. Maşın balaca bir yol açdı. Buldozerlər dağların, yamaçların sinəsini söktükcə ildırımın şaqqıltısını andıran gürultu Dəli dağın qoynunda itib batırdı. Bunlardan biri Xanım dərəsinə, Yüzbulağa, Sultan Heydərə, Mədinə təpəsinə, Pəri Çınqılına, digəri Qaralxaca, Sarı yatağa, Cermuxa tərəf yol çəkirdi. Dağları qalxdıqca çəmənliklərdə kəran atan qoyun quzu sürüləri çoxalır, çoban çolğan arabir qıyğırtısı, səs-küy eşidilir, lap uzaqlarda isə naxırlar, ilxılar görünürdü. Yol sucuq və bir qədər surcaq olduğundan şofer maşını bəzən göy çəmənliklə sürürdü. Təkərlərin ürək özəyi kimi otları əzib, çəmənlərin sinəsinə dağ çəkib, qalın cəhil maçması Ümid kişiyə toxunurdu. O, keçmə şoferlərin də belə işlərindən. Hara gəldi? Oradan bir yol açırlar, deyə gileyləndi. Şofer, belə şeylərlə ot qurtaran deyil Ümid əmi, söhbətin elə, yol buradan belə qorxulu deyil. Ümid kişinin xəyalı dağları dolandı. Gəlin qayasını, onun taxtasını süzdü, vaxtı ilə yaylaq qonşusu olduğu Oruc adlı çobanla əlaqədar əhvalat yadına düşdü. Oruc, baş çoban sayılsa da özü qətiyyən sürüyə getməzdi. Sürünün gündüz otarılması oğlu Məhəmmədin və qayını Tövsəriyənin boynuna düşərdi. Özü isə gündüz xama nəzarət edər, gecələr də keşik çəkərdi. O, çoban çoluq arasında ağac çalan, bəlkə tutan, yaxşı at, qoyun tanıyan adam kimi tanınmışdı. Bəzən onun qoruğu, bəslədiyi sürü barmaqla göstərilərdi. İçki içməzdi, papiros çəkməzdi, ilin bütün fəsillərində qalın geyinərdi. Məxmər köynək, pencək, şinil, bəzən də sırıqlı. İsti vaxtlarda günlüyü uzun şapqa, məclisə toya xeyrə şərə gedəndə isə qaragül dərisindən tikdirdiyi buxara papağını qoyardı. Qədim kişilər kimi belinə gümüş dilli toqqa vurardı. Qara, kirli toqqasına nazik qayışla bağladığı satıl sağ budunun üstə düşərdi. Oruc molla inanmazdı, amma məhərrəmlikdə həmişə təziyə saxlar, ehsan verərdi. 5-3 adamla yaylaq vaxtı haradansa tapıb gətirdiyi və xırman boyda yerdə bastırdığı 6-7 arşın bilək yoğunluğunda ələm ağacının dibində bəzən şəbih də çıxarırdı. Evinə nadir hallarda qonaq aparırdı. Qonağı olanda da yalnız qaynanası xidmət edərdi. Arvad qonaq gedənə qədər alacığın dalında gədə çubuğunun dibində oturub gözləməli idi. Arvad bu adətə bir neçə dəfə yaxşıca əzişdirildikdən bədəni qansır olduqdan sonra alışmışdı.
Yaylaqda onun öz xüsusi yeri vardı. Bir tərəfi dağ, o biri tərəfi isə çınqıllıqla örtülü bir yerin yastanasında dikilərdi ki, oğru əyri bu həndəvərə hərlənə bilməsin. Özünün dediyinə görə ən çox sevdiyi at və itdir. İt arxadır, at qanat deyərdi. Fermada 5 it saxlayardı. Bu itlərin qorxusundan Orucun sürüsün həndəvərinə quş da çəkə bilməzdi. Qəmər rəngində yorğa gedən bir erkək atı da vardı. Həmişə xamda hörükdə olar və Orucdan başqa onu heç kimin minməyə ixtiyarı olmazdı. Orucun özü yorğa atlı, göyçək arvadlı kişilərə həsəd aparardı. At çapmaqdan, it boğuşturmaqdan xüsusi zövq alırdı. Uşaq güləşdirmək isə onda adətə çevrilmişdi. Hər axşamüstü obanın balaca uşaqlarını yığıb güləşdirərdi. Oğlu Məhəmməd atasından bir neçə uşağın arxasını yerə vurduğuna görə təşəkkür aldığı kimi yıxılanda da kök qapazları az yeməmişdi. Oruc oğluna güləşən zaman rəqibini parçalamağı və qulağının dibindən, gizgahından baş barmağı ilə basmağı dəfələrlə tövsiyə etmişdi. O gecələr qazdan ayıq yatardı. Bəzən gedib saatlarla çınqıllığın içərisində sakitcə oturub dinşəyər, oğru əyri olmasını, obaya kimin gəlməsini kənardan pusmaqla bilər, ya da bir neçə güllə havaya boşaldıb qaytardı. İlin bütün fəsillərində xam saxlamağı sevərdi. Bu xama quş da çəkə bilməzdi. Burada Orucun yalnız 2 inəyi, düyəsi, cöngəsi sərbəst otlaya bilərdi. Xına rənginə çalan bu mallar o qədər kökəlmişdilər ki, tükünü çəksən yağı damardı. Əgər bu xama yad at düşmüş olsaydı, Oruc onu tutub yəhərləyər, bir neçə gün keyfi istədiyi ki minib sürər, sahibi gələndə ya qaytarar, ya da qovub xamdan uzaqlaşdırardı. Sağmal inək düşsəydi, at döşü eləyib qalağa doldurar, bir buynuzundan tutub arvadına sağdırar, sonra açıb buraxardı. Təsadüfən bu xamın həndəvərinə çoban soluq hərlənsə, əli ayaq əzilmiş qaydardı. Xam geniş olanda Oruc onu həmişə yanında 2-3 atla dolanardı. Çiskinli dumanlı bir gündə Oruc yenə də xamı gəzərkən yanı qulunlu, kəhər bir madyana rast gəlir. O atı dərhal tanıyır, qan beyninə vurur. Bu madyanla bağlı bir əhvalat yadına düşür. Elə ilin bu vədələrində Orucu gəlin qayasının taxtasında toya dəvət etmişdilər. Yaxın obalardan çoxlu atlı gəlmişdi. Qara zurnanın səsi dağları, dərələri dilə gətirmişdi. Koroğlunun cəngi çalınırdı. Göz işlədikcə uzanan taxtanın qurtaracağında balaca təpə vardı. Təpədə nişancaq qoyulmuşdu. Atlılardan nişanı kim gətirsə qalib sayılıb nəmər alacaqdı. 10-15 atlı hazır dayanıb işarəni gözləyirdi. Ən yaxşı at Orucunki sayılırdı. Hardansa yəqin isti suyun bazarından bir atlı peyda oldu. Gəlinlərin, qızların bəxtəvər gülüşü, bığı burma cavanların şən zarafatları, qara zurnanın ruhu cuşa gətirən səsi atlının xəyalını qanatlandırır. Özü də bilmədən bir vaxt baxır ki, obanın lap yanındadır. Atların meydanda cövlan etdirib qızışdıran adamlar atın üstündəki qarayanız şivərək oğlanı süzdülər. Atlının yolundan obaya dönməsi Oruca toxunmuşdu. Baxışların hamısı oğlana atını bizimlə sür deyirdi. Orucun atı ləhnəni gəmirir, şahə qalxır, sahibi kimi meydan sulayırdı. O yəhərdə çox həşəri və təkəş oturmuşdu. Hamının ötəcəyinə, nəməri alacağına arxain idi. Sürmək işarəsi veriləndən atlılar xeyli uzaqlaşandan sonra yad oğlanın qanı qaynadı. Bir şallaq vurub anam qurban kəhər madyan deyib atın yalına yatdı. Hamıdan qabaqda Oruc gedirdi. O ayaqlarını üzəngiyə sıxıb əyilir, qalxır, qıylayır, ley kimi uçurdu. Yad oğlan atlıları keçib Oruca çatanda yəhərdə ayaq üstə durdu. Xeyli gedib oturdu. Bir neçə dəfə sıçrayıb yerə düşdü, yenə mindi, əyilib nişanı götürdü, arxaya şığıdı. Madyanın boynuna qırmızı gəncə yaylığı bağladılar. Atlılar gəlib çatdı. Orucun elə bil ürəyinə güllə sıxmışdılar. Tanınmaz, bilinməz bu adam kim idi belə cəsarət edirdi. Oruc şivərək oğlanı qanlı süzdü. Oğlan dağlar aşacağından çox dayanmayıb yoluna davam etmək istədi. Lakin haralı, nəçi olduğunu bilmək üçün minnət, sünnət biraz əylədilər, çay gətirdilər. Orucun gözü onu yeyirdi. Oğlanın arıq görkəmi, çəlimsiz bədəni, özünü sadə və utancaq aparması Orucun hisslərini alovlandırırdı. Qız gəlinin, cavanların oğlana maraq göstərmələri, toy sahiblərinin hörmətçiliyi Orucun ərvahını lap uçurmuşdu. Qəzəbindən onun gözlərinə qan gəlmişdi. Cavanlar döyüşənci çaldırıb qurşaq tuturdular. Hamı rəqibinin dizini qatlamaq üçün qan tərə batırdı. Oruc qəfildən pencəyini soyundu, biləyini cirmədi, meydana çıxdı.
Zurnaçıların və nağaraçıların hərəsinin papağının altına bir 25'lik qoyub meydanı rəqib deyə dolandı. Gəlib düz yad oğlanın qənşərində dayandı. Ağsaqqallardan bir neçəsi onu töhmətləndirdi ki, ayıbdır. Qonaqla belə rəftar yaramaz. Nə qədər minnət etdilərsə də mümkün olmadı. Oruc bozardı, özünü təhqir olunmuş saydı. Oğlan gördü ki, Oruc əl çəkməyəcək, qanqaralığı olacaq, qalxdı meydana yeridi. 2 qədəm getməmişdi ki, Oruc qəfildən onu paçaladı, götürüb yerə çırpmaq istədi. Oğlan ilan kimi qıvrılıb açıldı, bütün gücü ilə onu sıxdı. Oruc hiləyə əl atdı, baş barmağı ilə oğlanın qulağının dibini əzdi. Oğlan rəqibinin kəm fürsətliyini duydu, əl atıb onun tokkasından yapışdı, dizini birini yerə qoydu, başını qaldırıb yerə vurdu. Oruc oğlanın gücünü görüb həstədi, qorxdu. Oğlan toy əhlinə təşəkkür edib yəhərə qalxdı, yola düzəldi. Kəhər madyan çəkilik kimi səkib yalaşdı, uman könüllər alışdı, cəmaat onu hörmət və məhəbbət dolu baxışlarla yola saldı. Bu əhvalat obalarda bir müddət söz-söhbətə səbəb oldu. Orucun şəsli sındı. O vaxtdan bir ay keçməsinə baxmayaraq, Oruc nə o şivərək oğlanı, nə də kəhər madyanı yadından çıxarırdı. İndi təsadüfən at gəlib bura çıxmışdı. O atın uzaq yerdən haradansa azıb gəldiyini dərhal başa düşdü. Madyan o qədər kök idi ki, belində yəhərsiz, palansız bardaş qurma oturmaq olardı. At zürafə boynunu qaldırdı, nazik qulaqlarını şəkləyib fınxırdı. Maya kimi süzdü. Səkdi. Şəvə yalı daranıb döşünə tökülmüşdü. Topluğuna dəyən gür şəlalə quyruğundan bilək yoğunluğunda 10 qoşa hörük çıxardı. Sağrısına örkən dolanmazdı. Yerişində gözəl, nazlı gəlinlərin bəxtəvərliyi duyulurdu. Birçək kimi üzünə tökülən yağlı qonur, işıqlı alma gözlərinə sığal çəkirdi. Oruc ata yanaşmaq, tutmaq istədi. Lakin madyan fırxınıb dərhal aralandı. At xamdan saymaz yana yeyir, Oruc yaxınlaşanda isə yanıq verirmiş kimi quyruğunu qaldırıb oynayır, ara bir də şeyhə çəkib kişnəyirdi. Qulun lap tamaşa idi. O anasından da gözəl, yaraşıqlı idi. Öz sərvnaz oyunu ilə xam sahibini yandırıb yaxırdı. Oruc acığa düşüb itləri qısqırdı. İtlər atın yaxınına da gedə bilmədilər. Madyan balasını da döşünü alıb cuşa gəlir, atılını atdan salan itləri həndəvərinə qoymurdu. Oruc itlərin xəsarət alacaqlarından qorxub acıqlandı. Madyan balasını da yanına alıb qızılquş kimi bir anda yalaşdı, kör dumanı qoynunda gözdən itdi. Oruc yana-yana qaldı, dilini dodağını cəmrə-cəmrə obaya gəldi. Səhərici xamı gəzəndə həmin madyanı yenə orada otlayan gördü. Dağların səhər şəfəqləri altında at dünənkindən daha gözəl, yaraşıqlı görünürdü. Onun maral kimi iri qara gözləri Oruca həddən artıq cazibəli və işıqlı göründü. At Orucu tanımışdı. Oruc atı hürkütməmək üçün araldan qayıdıb oğlu Məhəmmədi və qaynı Töysəriyə də götürdü. 3 atlı yanı qulunlu madyanı tutmaq istədilər. Oruc başa düşürdü ki, kəhər madyanı kəməndlə tutmaq mümkün deyil. Ona görə də onlar qərara gəldilər ki, madyanın balasını qovub yorsunlar, tutsunlar, sonra anasını tutmaq asandır. Belə də etdilər. Əllərində kəmənd, dəynək qulunu təklədilər. Atlıların döşündə yağır-bağır olan qulun sarpıb qaça bilmədi. Ağzını çınqıllığa dirəyib qamarladılar. Oruc kəməndi qulunun boynuna atmaq istədi, lakin qorxdu ki, saxlaya bilməyə, dartıb onu atdan sala. Ona görə də cirəvələyib qulun gicgahına qüvvətli bir ağac vurdu. Qulun səndirlədi, çökdü. Oruc dərhal kəndiri onun boğazına saldı, boğdu. Atdan düşdü. Boğazı kəndirli balaya bir neçə zərbə də dalbadal dəydi. Sonra kəndiri çox ehtiyatla möhkəm kürmək bağladı. Obaya gətirdi, bərk-bərk iri bir qayaya sarıdı. Oruc toxtamışdı, bilirdi ki, madyan balasını tək qoyub getməyəcək. Madyan bir neçə dəfə yanıqlı-yanıqlı kişnədi, getdi, qayıtdı, balasını at dili ilə çağırdı, lakin bir şey çıxmadı. O xama daha ağzını da vurmurdu, bir qədər aralıda dayanıb məzlum-məzlum qayaya bağlanmış balasına baxır və sanki Oruca yalvarıb ondan mərhəmət istəyirdi. Balasının ələ keçməsi deyəsən çoxdan bəri səllimi gəzən, başı cilov, ağzı dəhnə görməyən, dağların biçənək xamlarından yeyib, səmrimiş madyanın vüqarını qırmış, səsindəki cingiltini azaltmışdı. Madyan aralıda çox dayana bilmədi. Balasının lap yanına gəldi. Kəndiri imsilədi, fınxırdı, kişnədi, ayağı ilə yer eşdi. Bir neçə dəfə sınayıcı nəzərlərlə uzaqlaşıb getmək istədi, lakin bala getmədi, gedə bilmədi.
Oruc axşam düşənə qədər gözlədi, at lap yavaşıdı. Balasını çəkib iri daşlardan hörülmüş qalağa saldı, bağladı. Heç kim incitmədən ana da qalağa, balanın yanına girdi. Gün batmaq üzrə idi. Çorduma yenə də qalın yorğanını dərələrə, düzlərə sərir, oğrulara, əyrilərə əlverişli şərait yaradırdı. Oruc bu dumanı səhərdən gözləyirdi. O qalağın yolğasını da möhkəm hördü. Oğlu ilə hərəsi bir yandan, əllərində dəyənək yazıq Madyanın üstünə düşdülər. Ağac hardan inirdisə Madyan sağrısını çevirir, balasını xilas etmək istəyirdi. Madyan fəryad, nalə dolu bir neçə dəfə kişnədi, lakin ağacın şaqqıltısı kişinin ərtini batırdı. Qulun şivən qoparırdı. Ağac Orucun əlində sındı, çarpanağı əlini ağrıtdı. Bu onu daha da qəzəbləndirdi. Alaçığa çubuq yerinə sancdığı topbuzu kirvəncə boyda dəynəyini gətirdi. Dalbadal enən zərbələr ananı sarsıtdı. Ağac Madyanın gicgahını tutanda at çöktü. Yalı gözünün üstə töküldü. Qara, işıqlı gözlərinə yaş sel kimi axdı. Son dəfə yarımçıq, ürəkdən gələn yanıqlı səslə kişnədi. Ağzını balasına tərəf uzadıb huşsuz halda yıxıldı. Qulun kişnədi, yaman kişnədi. Dağlar, daşlar səsə gəldi. Ağacın biri atın gözünü tutdu. Qara giləsi pırtladı. At artıq huşunu itirmişdi. O dərhal atın ximirtdəyini balta ilə çapdı, şaqqallayıb itlərin qabağına atdı. Qulunu açıb buraxdı. Bala dalbadal ley kimi ananın üstünə şığıdı. Dəhşətli, tükürpədici səslə kişnədi. Ağzı qanlı itlərdən hər dəfə bala özünü güclə xilas edirdi. Ala əniç qulunun budunun dərisini bir neçə dəfə ağzında gətirdi. Bu dəhşətli, vəhşi mənzərəni alacığın balaca qapısına seyr edən Səkinə ərinə nifrət edir. Gizlin-gizlin qarğayırdı. Əlin qurusun. Onun balasını niyə başsız qoydun? Oruc alnın tərini sildi. Su gətizdirib əllərinin qanını yudu. Baltanın ağzını torpağa, ota silib yerə tulladı. Oruc bir istədi qulunu öldürüb itlərin qabağına atsın. Lakin yorulmuşdu. Fikrin dəyişdi. İtlərə qıy verdi. Ananın ətindən yeyib gözü qızmış qanlı əniklər yaralı balanı bir neçə dəfə qovub dərəyə, təpəyə, çınqıla saldılar. Obadan uzaqlaşdırmaq istədilər. Lakin bala heç yana getmədi. İtlər onun quyruğunda tük qoymamışdılar. Balanın obadan uzaqlaşmaması Orucu əsəbləşdirirdi. O bir neçə dəfə oğluna, qayınına, qulunu at döşələtdirib obadan çox-çox uzaqlara apartdırdı. Qaranlığa salıb başqa ilxılara qatdırdı. Gün çırtmamış onu yenə də anası öldürülən yerdə gördülər. İtlər ona daha hürmürdü. Oruc daha qısqırmırdı. Onun görkəmindən artıq sərnazlıq yağmırdı. Kişnərtisi də daha cingiltili, gür deyildi. Bir neçə gündən sonra Orucun balaca oğlu qulunun başını çatı bağlayıb minirdi. Oruc narahat idi. Necə olursa olsun qulunu uzaqlaşdırmağa qət etdi. Qayınını bir ata mindirib qulunu da yedəyinə verdi. Uzaqda bir qohumları yaşayırdı. 2 gün at sürmək lazım gəlirdi. Qayını qulunu aparıb orada azdırmalı idi. Belə də etdi. Lakin 2 ötər 3-cü günü səhər tezdən qulun yanında da bir atlı böyürdən çıxdı. Bu at sahibi idi. Sübh tezdən günəş doğmuş, hər yeri nura qərq etmişdi. Maşın mənzilə çatmışdı.